Salam əziz 9-cu sinif şagirdləri. Mən bugün sizlər üçün Dövlət İmtahan Mərkəzinin 20 aprel 2025-ci il tarixində keçirdiyi buraxılış imtahan suallarının izahını verəcəm. Başlayaq suallarımızın izahına. 57-ci sual. Deməli, tənliyi həll eləyindir. Şagirdlər, hər ikisində ortaq olan x-i çölə çıxarsaq, qalar 4x minus 3 bərabərdir 0. Buradan hasil nə zaman 0 olur? Hər biri ayrı-ayrılıqda 0 olanda vurubların. X bərabərdir 0 və 4x çıxılsın 3 bərabərdir 0. 4x bərabərdir 3, x bərabərdir 3 bölünsün 4. Deməli, tənliyini həll eləyin. Biz də həll elədik. Doğru cavabımız x bərabərdir 0 və 4-3. Doğru cavab C variantını almış olacaq. İfadənin qiymətini hesablayındır. Müxtəsər vurma düsturunu tətbiq eləsək surətə 10 çıxılsın 8, 10 plus 8. Məxrəcdə də 18 yazsaq. Göründüyü kimi şagirdlər bu 18 edir, bu 18-in ixtisar gedir. 10-dan 8 çıxanda 2 qalır. Doğru cavab Y variantını almış olacaq. 59-cu sual. İfadəsinin qiymətini hesablayın. Şagirdlər 0,25-dən 0,5 çıxır. 16-dan 4 çıxır, vurulsun 0,36-dan da 0,6 çıxır kökün altından. Bunu buna vurduqda 0,5-i 4-ə vurduqda 2 edir. 2-ni 0,6-ya vurduqda 1,2 doğru cavabını alacaq. Doğru cavab D variantı. Daxili bucaqlarının cəmi 1800 olan qabarıq çoxbucağının tərəflərinin sayını tapın. Şagirdlər, daxili bucaqların cəmi düsturu 180 vurulsun n-2. Bu deyir ki, bizə 1800-ə bərabərdir. Hər tərəfi 180-ə ixtisar eləsəm, nəticədə n çıxılsın 2 bərabərdir 10 qalacaq. Buradan da n bərabərdir 12 cavabını alacaq. Doğru cavab C variantı. 61-ci sual. Rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə, bu sözə diqqət eləyək, hər rəqəmdən bir dəfə istifadə etməklə deyir. Düzələn ən böyük və ən kiçik 6 rəqəmdir. Ən böyüyü şagirdlər böyükdən kiçiyə doğru düzəcək. 9, 7, 6, 5, sonra gəlir 3 və 1. Ən böyüyü budur şagirdlər. Ən kiçiyi isə indi bunun tərsinəsini düzəcək. 1, 3, 5, 6, 7 və 9. Bunların fərqini istəyir bizdən. Gəlin çıxaq alt-alta. 11-dən 9 çıxanda 2, 12-dən 7 çıxdıqda 5. 1 onluq vermişdik, 4 qalmışdı. 14-dən 6 çıxdıqda 8. 1 onluq vermişdik, 0. 7-dən 3 çıxdıqda 4, 9-dan da 1, 8. Deməli, 840.852 doğru cavab A variantını almış olacaq. 62-ci sualda nə deyir? İfadəsini sadələşdirin. Şagirdlər, hər ikisi üçün ortaq məxrəc bunların hasil olacaq. Gəlin hesablayaq. X üstə gəlinsin A, vurulsun, X çıxılsın A. İndi bunu çarpaz şəkildə, bax, bunu buna vuracaq. Bunu da buna vuracaq. Yəni olacaq A vurulsun X minus A, minus A vurulsun X plus A şəklində. Sürəti vurub açsaq, AX çıxılsın A kvadratı, çıxılsın AX, çıxılsın A kvadratını alacaq. Məxrəcdə isə şagirdlər, məxrəc nəyi göstərir bizə? Müxtəsər vurma düsturunun açılışıdır. Deməli, məxrəc bizə verir X-in kvadratı çıxılsın A-nın kvadratı. Yazaq, X kvadratı çıxılsın A-nın kvadratı. Sürətdə şagirdlər AX-la bu mənfi müsbət bir-birini aparır. Nəticədə nə qalır? Sürətdə mənfi 2A kvadratı, mənfi 2A kvadratı bölünsün. X kvadratı çıxılsın A-nın kvadratı. Bu da şagirdlər, baxaq hansı variantda verilib. Deməli, D variantına A variantı oxşardır. Deməli, burada şagirdlər nə edib? Baxın, bu məxrəcdəkilərin yerini dəyişib. A kvadratı çıx X kvadratı. Qabağıya mənfi atıb, yəni qarşıya. O mənfi ilə buradakı mənfi bir-birini aparıb və bu şəkildə yazıb. Doğru cavabımız deməli A variantını almış olacaq. 63-cü sual. A-nın hansı qiymətində 3A üstə gəl 9 ifadəsinin qiyməti 4A çıxı 18 ifadə qiyməti 3 dəfə böyük olar. Deməli, bu ifadə bundan 3 dəfə böyüksə, onda biz kiçiyini 3-ə vurub bunları bərabərləşdirəcək. Kiçiyi hansıdır? Deməli, bu böyükdür uşaqlar, bu da kiçikdir. 4A çıx 18. Deməli, biz nə etdik? Bu ifadəni bu şəkildə yazdıq verilən şərtə görə. Buradan hesab eləsək, 3A üstə gəlsin 9
bərabərdir. Mötərizəni vurub bu şəkildə açsaq nə görərik? 3-ü 4-ə vurduqda 12A çıxılsın. 3 dənə 18, 54. 9 üstə gəlsin 54. Buradan da 12A çıxılsın. 3A şəklində yazdıq. 54-ün üstünə 9, 63 bərabərdir. 12A'dan 3A çıxanda 9A. Buradan da A bərabərdir 7-yə. Yəni 62, 9-a bölür. A bərabərdir 7. Bizdən nə istəyir? A-nın hansı qiymətində? Deməli, doğru cavab Y variantını almış olacaq. 64-cü sualına davam edək şahidlər. Deməli, nə deyir burada? Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi göstərilmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş verməsi ehtimalı ən böyükdür? Şayda ən böyük olan, elə faizi ən böyük olan olacaq burada. Deməli, ən böyük faiz hansını da göstərilib? 39%. Deməli, bax burada Təbiət Elmləri Fakültəsi, yəni olacaq. Bunları biz toplasaq, 21, 35, bu da 50, 65, 150, bəli. 100, onda deməli 39 bölünsün əlverişli hallar. Bu da eləyir 0,39. Ən böyük hansı oldu? Təbiət Elmləri Fakültəsinin seçilməsi olacaq. Doğru cavabımız şahidlər A variantı olacaq. 65-ci suala nə deyir şahidlər? Gəlin baxaq. Radiusu 7,5 olan dairənin diametri. Dairənin diametri radius 7,5-dirsə, onda diametri nəyə bərabərdir? 2R-ə, yəni 2 vurulsun 7,5-ə. Bu da eləyəcək 15. Diametri nə oldu? Doğru cavab D variantını almış olacaq şahidlər. 66-cı suala baxaq şahidlər. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? Yəni, doğru olmayanı istəyir bizdən. Şahidlər, A kəsişir B ilə C-nin kəsişməsi ilə. Bu da A-B kəsişməsi. Doğru cavab, yəni, bu birincisi A doğrudur. Yəni, bizdən yanlış istəyir. Yanlış olanı. A doğru variantdır. B variantına baxaq. Hər hansı bir çoxluğun, bax, burada A ilə B-nin daha doğrusu kəsişməsini, bax, bu kəsişmə. Bizə deyir ki, A ilə birləşəndə, bax, buradakı A ilə birləşəndə elə A-nın özünü verir. Doğrudur. B variantı doğrudur. Yəni, bu hissəylə birləşdirsəm, A-nın özünü verəcək. Doğrudur. C variantına baxıram. Şahidlər, A-nın A ilə özünün, yəni A ilə A-nın kəsişməsi ilə A-nı verir. Bu da doğru cavabdır. D variantına baxaq. A və B çoxluqlarının birləşməsi, A ilə B-nin birləşmə dedikdə nəyə nəzərdə tuturuq? Hamısı iştireklənir. Və deyir ki, A çoxluğu, yəni bu A çoxluğu birləşmənin altı çoxluğudur. Yəni içindədir demək istəyir. Bəli, doğrudur. D variantı da doğrudur. Y variantına baxaq. Demək istəyir ki, şahidlər, B ilə C-nin kəsişməsi, yəni bax bu hissə, deyir ki, bu hissənin, yəni iştireklənmiş bu hissənin B alt çoxluğudur. Bax, bu B necə bunun altı ola bilər? Bax, bu dairəyə aldığım hissə necə ola bilər? Deməli, yanlış olan elə Y variantıdır, şahidlər. 67-ci sual. X çıx 4-ün kvadratı Y kvad 52 çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tap. Şahidlər, OY oxu deyirsə, deməli, X nə olmalıdır? X bərabərdir 0 olmalıdır. Yəni, OY oxu deyəndə X bərabərdir 0 götürməliyik. X-in yenə 0 qoysaq, 0 çıxılsın 4-ün kvadratı, üstə gəlsin Y-in kvadratı bərabərdir 52. Buradan 16 üstə gəl Y kvadrat bərabərdir 52-yə. Y kvadrat bərabərdir 52 çıxılsın 16, yəni 36 edir. Y də bərabərdir müsbət mənfi 6. Deməli, X-a 0 verəndə bir dəfə olur mənfi 6. Bir də X-a 0 verəndə Y olur müsbət 6. Deməli, 0, 6, 0, mənfi 6. Doğru cavab D variantını almış olacaq şahidlər. 68-ci sualda nədir şahidlər? Qulaq asaq. Kubun tilini bir vahid artırsam. Kubun tili A-dır şahidlər. Həcmi nə olacaq onda? V bərabərdir A-nın kubu. Sonra deyir ki, biz kubun tilini bir vahid artırsaq, yəni A plus 1 olsa, onda bunun həcmi nə olacaq? A üstə gəl 1-in kubu olacaq da, düzdürmü? Onun həcmi 19 vahid artar. Yəni, əvvəlki həcm ki var idi, yəni bu A kubu nə olacaq? Əvvəlki həcm burada, bu idi axı. Bu 19 vahid artacaqdır. Onda biz nə edəcəyik? A üstə gəlinsin 1-in kubunu bərabər edəcəyik. A kubu üstə gəlinsin 19-a.
1 vahid artanda həcmdə, əvvəlki həcmdə 19 vahid artır. Buradan biz A-nı tapmağa çalışacağıq. Müxtəsər vurma düsturuna görə açılış eləsək, A-nın kubu üzərinə gəlinsin 3A kvadratı, üzərinə gəlinsin 3A, üzərinə gəlin 1 bərabərdir A kubu, üstə gəlinsin 19. Hər tərəfdən A kublarını ixtisar eləsək, nə qalır? 3A kvadratı, üstə gəlinsin 3A, 19-u sola keçirsək, çıx 18 bərabərdir 0. Hər tərəfi 3-ə bölsək, A kvadratı, üstə gəlinsin A, çıxılsın 6. Bu da bərabərdir 0. Buradan da viyyətə görə vuranda -6, toplayanda -1 bu şəkildə vurğularını ayıra bilərik. X A üstə gəlsin 3 və A çıxılsın 2 bərabərdir 0. Buradan A bərabərdir -3, A bərabərdir 2. Deməli, tərəf mənfi ola bilməz. Ona görə kubun tilini biz neçə tapdıq? A bərabərdir 2 tapdıq. Doğru cavabımız D variantını almış olacaq şəhidlər. 69-cu sual. İrrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? 3/1-dən kiçik şahidlər 3/1 neçə deməkdir? 0,0. Dövrdə 3 deməkdir də. Dövrdə 3 deməkdir. Bu ədəddən kiçik olsun deyir. İndi biz nə edəcəyik? Bunları irrasionaldan azad eləsək, və yaxud da ki, gəlin belə yazaq ən yaxşısı. 1 bölünsün kök 5, 1 bölünsün 3. Buna hər tərəfin kvadratı yüksəltsəm, nə olacaq? 1 bölünsün 5, bir də 1 bölünsün 9. Təbii ki, məxrəci kiçik olan daha böyük sayılır. Ona görə bu bundan böyükdür. Bizdən kiçiyini istəyir. Bu variant deyil. Eyni ilə 1 bölünsün kök altını 2-ni kvadrata yüksəltsəm, nə olacaq? Kvadrata yüksəltsəm, olacaq 1 bölünsün 2. Göründüyü kimi bunun da məxrəci nə oldu şahidlər? Bunun da məxrəci 1 bölünsün 9-dan böyük oldu. Eyni ilə digərini bu variantda getdi. C variantını eləsəm məxrəcdə 3 görsənəcək. D variantını göstərsək məxrəcdə 6 alınacaq. Yəni 1 bölünsün 6 eləyəcək kvadratı. O birisi də 1 bölünsün 9 edəcək. Bu da deyil. Y variantına baxsaq şagirdlər 1 bölünsün 15 bu edir. O birisi isə 1 bölünsün 9 edir. Göründüyü kimi hansı 3/1-dən kiçikdir? 3/1-dən kiçik olan deməli yalnız Y variantı uyğun gəldi. Doğru cavabımız Y variantı. 73-cü sualda baxaq nə deyir şagirdlər? Deməli velosipedçi 24 km sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət edir. Yəni sürəti 24 ilə gedirsə neçə saata qət edir? 1,5 km. 1,5 saata qət edir. Velosipedçi həmin yolu 18 km/saat sürətlə, yəni 18 ilə geçsə, sürəti x olacaq. Şaydə göründüyü kimi zaman azalır, deməli onda müddəti çoxalacaq. Tərs mütənasib kəmiyyətlərdir. Tərs mütənasib kəmiyyətləri necə vururduq? Qarşı-qarşıya vururduq. Onda olacaq 24 vurulsun 1,5 bölünsün 18, yəni x-i tapmaq istəyiriksə. Buradan 24 ilə 18-i ixtisar eləsək 6-ya, burada 3 qalar, burada isə 4 qalar. 4-ü 1,5-ə vurduqda 6 eləyər, 3-ə də bölsək 2. Deməli, sürət azaldığına görə həqiqətən də zamanımız artar. Doğru cavab B variantını almış olacaq. 71-ci suala baxaq. İfadəsini sadələşdirin. Əvvəlcə bu əmsalları biz burada görək. Əmsallar %36-nı bu şəkildə yazacağım şagirdlər. Vurulsun. Bunu da düzgün olmayan kəsrə çevirəcəm. 2-ni 9-a vurub 18, üzərinə 2 gəlsəm 20. Vurulsun. Bax, bu A üstü -5 ilə bu A üstü 4-ü bir-birinə vursam, üstlər nə edəcək? Üstlər toplanacaq. -5-in üstünə 4 gəlsəm, -1 edəcək. B üstü 6 ilə, bax bu B üstü 6 ilə, bu B üstü -4-ü də bir baxsam, üstlər toplananda B üstü 2 edəcək. C üstü 3 ilə də bu C üstü -5-i toplasam, C üstü -2 elər. Deməli, dəyişənlərimiz bunlardır. Dəyişənlərimiz. Yəni, buradan birbaşa baxanda da görsənir. Yalnız və yalnız bu P variantı uyğun gəlir. 100 ilə 20-yi də ixtisar eləsəm, burada 5 qalar. 9 ilə də 36 ixtisar eləsə 4. Deməli, doğru cavabımız B variantını almış olacaq. 72-ci suala baxaq. Avtobusda 30 nəfər sərnişin var.
30 nəfər. Birinci dayanacaqda 7 nəfər düşür. 7 nəfər düşdü. 9 nəfər mindi. İkinci dayanacaqda isə 14 nəfər düşdü və 4 nəfər mindi. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Heç nə, bunu hesablayaq. 30-dan 7 çıxanda 23, üzərinə 9 gəldi 32. 32-dən 14 çıxdıqda 18. 18-in üstünə də 4 gəlsək edəcək 22. Doğru cavabımız 22 nəfər qalacaq şahidlər. 73-cü sualda nədir? AB və CD parçaları Y nöqtəsində Y kəsiş nöqtəsində yarıya bölünür. Deməli, bunlar yarıya bölündüyünü bu şəkildə göstərək biz. BY 6K'dır. BY. Deməli, bura 6K'dır. YD 4K. Y'dən D'yə bura 4K'dır. Bura şahiddə YB 6K'dırsa, onda bu AY də nədir? 6K'ya bərabərdir. Bunu həmən yazaq. AD 9K'dır. Bura 9K yazacağım. Onda bu hissəyə də bir dənə X yazacağım. Bizdən yəqin ki, oranı istəyirlər. Oxuyaq ardın. ADY üçbucağının perimetri. ADY. Perimetri ADY-nin neçəyə bərabərdir? Ona bir dənə baxaq. 9K üstə gəl 6K üstə gəl 4K edir. Neçə? 38. Buradan 19K bərabərdir 38. K da bərabərdir 2-yə. K-nı tapdıq 2-yə. Sonra nə edəcəyik? CB parçası, dediyimiz kimi CB parçasının uzunluğunu istəyir. Onda nisbətləri tətbiq etsək, biz nisbətlərə görə 9K-nın X-a nisbəti bərabərdir 4K-nın 6K-ya nisbətinə yaza bilərik. Buradan K'lar burada geçsin bu başlandan. Buradakı 9K'nı yenə 2 yazsam, bu K'nı yenə 2 yazsam, olacaq 18 bölünsün X bərabərdir 4 bölünsün 6-ya. Buradan da şahidlər biz nə edərik? 6 vurulsun 18 bərabərdir 4 vurulsun X şəklində yaza bilərik. X də bərabərdir 6 vur 18 bölünsün 4-ə. İxtisarlar eləyək indi burada. Deməli, birbaşa yazmaq da olar. Mən rahat olsun deyə 2-yə ixtisarləsəm, burada 2 qalacaq. Burada da 18-yə ixtisarləsəm 9. Sonra bu 2 ilə də bunu 6-nı ixtisarləsəm 3 qalacaq. 3-ü də 9-a vurduqda 27. Doğru cavabının CB parçasının 27 olduğunu tapdıq. 74-cü sual. Tənliklər sisteminin XY hasilini istəyir bizdən. Şahidlər, verilən tənliyi tərəf-tərəfə toplasaq, 3x bərabərdir mənfi y ilə müsbət y gedər. 3x bərabərdir 21, x bərabərdir 7. X-in qiymətini 7 tapdıq. Gətirib burada yerinə yazsaq, bu aşağıdakı tənlikdə 7 üstə gəlinsin y bərabərdir 12, y də bərabərdir 5 qiymətini taparıq. Buradan XY hasilini istəyir bizdən. Yəni 7 vurulsun 5 bərabərdir 35 qiymətini almış olacaq. 75-ci suala baxaq şahidlər. Mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Deməli, cədvəldə baxırsınız şahidlər. Bir vərəqin çap qiyməti bir vərəqdən 1500 vərəqə kimi rənglisini 0.6-ya göstərir. Bax burada. Ağ-qaranı isə 0.35 göstərir qəpiyə. Və 1500-dən çox vərəq olduqda bu qiymətləri yazıb qabağında, qarşısında. İndi nə edək? Gəlin biz məsələmizi həll edək. Deməli, baxaq. Elnur bu mətbəədə 5/1 ağ-qara, 5/1 ağ-qara, qalanı isə rəngli çap olunmaqla cəmi 4000 vərəq. Cəmi 4000 vərəqsə 4000-in 5/1-ini tapıram mən. 4000-in 5/1 neçə edir şahidlər? 800. Deməli, bu 800 vərəqi necə eləyib? Ağ-qara çap eləyib. Düzdürmü? Ağ-qara çap eləyib və ağ-qaranın qiyməti neçəyədir şahidlər? Baxın, ağ-qaranın qiyməti 800 vərəqsə 1500-dən azdır da, düzdürmü? Bu aralıqdadır. Deməli, 0.35-ə vuracaq. 800 vurulsun 0.35. Vergülü sürüşdürsək 8 vurulsun 35. Bu da bərabərdir 280. Deməli, 280 qəpik bu elədir. 800-dən əsir. Sonra qalanı isə rəngli çap edib. Yəni 4000-dən mən çıxacam 800-cü. Neçədir? 3200. 3200-ün isə rəngli eləyib. Rəngliləri 3200-dən çoxdursa, bax burada nə deyir? 1500-dən çox. 1500-dən çoxdur da, deməli 3200. Onda 3200-ü də mən vuracam, bunun qiymətli rənglilər neçə idi? 0.45-ə. 32-ni vuracam, vergülləri sağa sürüşdürdüm, 45.
bu sıfırları, yəni bu vergülün sürüşməsinə istifadə etdim. 32 vurulsun 45 neçə eləyir şahidlər? 1440 qəpik eləyir. Deməli, bizdən nə istəyir? O bu mətbəyə neçə manat pul köçürməlidir. Yəni, onda mən bunların ikisini cəmləyəcəm. 1440 qəpiyin üzərinə 280 qəpiyi gələcəm. Bu da eləyəcək 6, 7, 1. Deməli, 1720 qəpik. Yəni, 17 100-ə bölsəm 17 manat 20 qəpik. 17 manat 20 qəpik. Doğru cavabımız bu olacaq şahidlər. 76-cı sualda nə deyir? Baxaq şagirdlər. Deməli, YF FC'yə bərabərdir və onlar 3-ə bərabərdir. Bu 3-dürsə, burada 3 yazacağım. AC-nin uzunluğu isə 9 verir. Və bizdən BF istəyir, X. Oxşarlığı tətbiq eləsək, hansı oxşarlıq? Yəni, üçbucaq YBF oxşardır hansına? Oxşardır A, B, C-yə. Onda X bölünsün, bax bu X bölünsün ümumi bu tərəf X plus 3 bərabərdir. Bu 3 bölünsün, bax buradakı 3 bölünsün digər AC-nin uzunluğu 9-a. Tənasüblə vursaq 9x bərabərdir 3 vurulsun x plus 3-ə. 9x bərabərdir 3x üstə gəlsin 9-a. 3x-i sola keçirsəm 6x bərabərdir 9-a. X də bərabərdir 9 bölünsün 6. Bu da bərabərdir 9-u 6-ya bölükdə 1,5-ə bərabər olacaq. BF-in uzunluğu deməli neçədir? 1,5 alacaq. Doğru cavab. 77-ci sual. Görək nə deyir? Aha. Bərabərsizliyinin ən kiçik tam həllini tapın. Şahidlər, biz buranı əvvəlcə sol tərəfi ortaq məxrəcə gətirək. Ortaq məxrəc 2 və 4-ün ortaq məxrəci 4-dür. 4-ü 2-yə bölüb bu şəkildə yazacaq. Burada 4-ü 4-ə bölüb bu şəkildə. 2-ün 3x-ə vuranda 6x çıxılsın 3. Kiçikdir 4x çıxılsın 5. Buradan 6x çıxılsın 3. Kiçikdir 4-ü çarpar şəkildə bura vursaq 16x çıxılsın 20 alacaq. Bundan sonra nə edəcək şahidlər biz? 6x-i sağa ataq. Bu mənfi 20-ni də sol tərəfə keçirdik. Olacaq mənfi 3 üstə yəni 20 işarə dəyişəcək. 16x çıxılsın 6x. Buradan nə görürük? Mənfi 3-ün üstünə 20 gəldikdə 17 kiçikdir 10x. Yəni 10x böyükdür şahidlər 17-dən. Buradan da x böyükdür 17 bölünsün 10. Yəni x böyükdür 1,7-dən. Bu bərabərsizliyi ödəyən ən kiçik tam ədəd. Yəni 1,7 müsbət sonsuzluq gedir bu. 1,7-dən də böyük ən kiçik tam ədədimiz 2-yə bərabərdir. Doğru cavabımız 2 alacaq. 78-ci sual. Açıq suallara gəldi. Deməli, burada nədir şahidlər? Qulaq asaq, oxuyaq əvvəlcə diqqətlə. Bir ədədin 25%, burada yer olsun, bir ədədin 25% digər ədədin 50%-nə bərabərdir. Yəni, x vurulsun 25 bölünsün 100 bərabərdir. Digər ədədimiz y olsun, y-ın 50%-nə. Buradan məxrəcdən 100-lər geçsə, 25x bərabərdir 50y alacaq. Hər tərəfi 25-yə xısarləsə, x bərabərdir 2y almış olacaq. Və deyir ki, bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Məsələni tənliklər sistemi qurmaqla həll edin. Uşaqlar, biz nə edəcək burada? Biz tənliklər sistemini quraq burada. Yəni, x bərabərdir 2y. Bunların fərqi də x çox 2y bərabərdir nəyə? Daha doğrusu, x fərqi, deməli, bunu silək. X bərabər 2y qaldı. X çox y isə nəyə bərabərdir? 60-a bərabərdir. Buradan sistem tənlik həll edəcək. Buradakı x-in yerinə 2y qoysam, olacaq nə? 2y çıxılsın y bərabərdir 60. Göründüyü kimi y buradan 60-a bərabərdir. Y 60-dırsa, onda y 60-dırsa, x-imiz nəyə bərabər idi? X-imiz 2y idi, düzdürmü? Yəni, 2 vurulsun 60. Bu da eləyəcək 120. Onda bunların bu ədədlərin cəmini istəyir. Yəni, x ilə y-in cəmini istəyir. X-imiz 120-dir. Üzərinə gələcək y-imiz də 60-dır. Bu da eləyəcək 180. Doğru cavabımız şahidlər 180 qiymətini alacaq. 79-cu suala baxaq şahidlər.
Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Şagirdlər, görün nə edək burada. Deməli, 15 günü, bax gördük, xərclənən pul qrafiki bax bu şəkildədir, düzdürmü? Və bu da azalma qrafiki. Göründüyü kimi xərclədiyi və qalan pul burada kəsişib, kəsmə nöqtəsi əmələ gəlib. Deməli, x gün keçibsə aradan, bu 15 gün buradadır, x gün keçib və x gündə xərcləyib 15 gün. Deməli, 15 gündə x qədər pul xərcləyib də, belə deyək. X manat pul xərcləyibsə, onda 15 gündə 15x xərcləyəcək. Bu bərabər olur qalan pulu. Qalan pulu da, bax burada üzü aşağı gedən qrafik, bax bu qrafik nədir? Qalan pulda. Onda buradan da 150-dən də mən çıxacağam 15 gündə xərclədiyi pulu. Buradan 30x bərabərdir 150-yə, x də bərabərdir 5-ə. Şahidə, deməli, burada xərclədiyi nədir? X bərabər 5 tapdım. Deməli, bu xərclədiyi pulun miqdarı 5 manatdır deyək də. Bəli, 5 manatdır. Onda 150 manatı neçə günə bitirər bu? 150-ni də böləcəm neçəyə? 5-ə. Bu da eləyəcək 30 günə. Deməli, Elnurun 30 gün sonra pulu tam şəkildə bitmiş olacaq. Doğru cavab 30 gün. 80-ci sual. A 100 verib, B 50 dərəcə və bizdən buradakı C bucağını istəyir, X-i. Biz onda nə edərik şahidlər? Bunu, bu D2 düz xəttin bu şəkildə paralel uzatsam, görərəm ki, bura, bax bu hissə uyğun bucaqlar olur. Onda burada 100 dərəcə olur. Bax, buradakı bucaqla buradakı bucaq bir-birinə bərabər olur. 100 dərəcə. Sonra şahidlər, bax bunun qonşusu, bu 100-ün qonşusu. Bax, burada yazacağım. 100-ün qonşusu neçə olacaq? 80. Açıq bucağa tamamlayır. Və burada verilən belə bir üçbucaq alınır. Deməli, bura olur 80, bura olur 50. Onda bu hissə neçə olacaq? 80 ilə 50-nin cəminə 130 dərəcəyə bərabər olacaq. Deməli, doğru cavabımız 130 almış olacaq. 81-ci sual. Tərəfi 8 sm olan ABCD kvadratında S1-in S2-yə nisbəti 1-in 9-adır. Şahidlər, deməli, S1 böl S2 nə idi bizdə? K-nın kvadratı. Sahələrin nisbəti K kvadratı idi. Bu da bərabərdir 1 bölünsün 9. Onda oxşarlıq əmsalı nəyə bərabərdir? 1 bölünsün 3-ə. Onda bura mən desəm x, bura olacaq neçə? 3x. Yəni, bunu da paralel şəkildə buranın uzunluğu bərabərdir. Onda burada deməli 3x-dir. Ümumi uzunluq 4x nəyə bərabərdir? Tərəfi 8 cm-dir. Yəni, 8-ə bərabərdir. X də bərabərdir 2-yə. Deməli, 2 tapdıq x-i. Onda bu hissənin uzunluğu, yəni verilən bu üçbucağın S2 üçbucağının sahəsi tərəfi 6 olacaq. Bura 6-dırsa, onda bizdən nə istəyirdi? S2-nin sahəsini. Şahidlər, bura 90 dərəcədir. Bura 90 dərəcədir. Burada 90 dərəcədir, düzdürmü? Və burada diagonal olduğuna görə bu şəkildə 45 şəklində bölüb, düzdürmü? Onda belə çıxır ki, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Onda burada nədir? 6-ya bərabərdir. Yəni, bura olsun K nöqtəsi. AK da 6-ya bərabərdir. Onda bu üçbucağın sahəsi ştrixlənmişsə, yəni S2-nin sahəsi bərabər olacaq katetlərin hasilinin yarısına. Bu da eləyəcək 18. Doğru cavabımız 18 qiymətini alacaq. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm şahirdlər. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.